Bir nəfər danışır, deyir ki, məktublar gəlirdi də o müharibə dönəmində, hər birimiz yaxşı xatırlayırıq. Qazilərdən biri danışır. Deyir, o əlcəyin içərisində, digər o paltarların içərisində ki, ora gedirdi, onların içərisində bəzən deyir, biz məktub görürdük. Deyir, bir məktub da gördük, gəldi əlimizə çatdı, gördük ki, 1-ci sinif şagirdi olan bir uşaqdan məktubdur. Bir məktubda yazmışdı ki, biz də gələcək əskərlərik. İrəli gedin və biz də sizin arxasına gəlirik. Deyir, o qədər güc qüvvə verirdi bizə o sözlər. Təsəvvür edin, 1-ci sinif şagirdinin gücü qüvvəsi nədir? Amma həmin o uşaq, həmin o şəxslər o ab-havadadırsa, aleykum salam, o düşüncədədirsə, deməli həmən ölkə heç bir zaman da işğala məruz qalmayacaq. Günü-gündən qələbəsi artacaq, günü-gündən inkişaf edəcək, daha da qabağa gedəcək. Deyir, bizə gələn o çörəyin arasında olan müəyyən o evdə hazırlanan yeməklər ki var, deyir, çörəyin arasında göndərilirdi. Biz özümüzü öz evimizdə dincələn şəxs kimi hesab edirdik. Əzizlər, görün, bu əhalinin, bu ölkənin, bu insanların birliyi hansı həddə xidmət elədi bu dönəmdə? Həmin bu vəhdətin sayəsində idi ki, həm hərbiçilərimiz rahat şəkildə önə gedirdi, həm də arxa cəbhədən onlara dəstək olunurdu kifayət qədər. Ki, bu da ölkənin birliyi, əhalinin birliyi, vəhdəti ən mühüm təsirə malikdir. Ki, Allah bu birliyi əlimizdən almasın. Allah vəhdətimizi daimi qərar versin inşallah.